Сегодня это место наполнено особенной атмосферой. Здесь собрались люди, которых объединяет одно имя – Хумар. И сегодня мы предлагаем вам на несколько часов забыть о времени и просто наслаждаться этим вечером. Давайте поаплодируем Хумар Ханым за то, что она собрала здесь всех своих близких, родных, друзей и учеников. Ведь хороший вечер, как хороший джаз, невозможно сыграть по шаблону. В нем должно быть настроение, энергия, красивые аккорды, немного импровизации и, конечно, люди, ради которых хочется играть. Сегодня каждый музыкальный номер, каждое поздравление, каждый аплодисмент будут посвящены нашей имениннице. Человеку, который умеет не просто учить, а вдохновлять. Поэтому сегодня никаких строгих правил. Сегодня мы улыбаемся, слушаем музыку, вспоминаем, поздравляем, танцуем и, главное, наслаждаемся моментом. Дорогая Хумар Ханым, сегодня этот вечер ваша сцена. А мы – ваш маленький ансамбль. И первая нота этого вечера уже звучит. В такой день я не знаю, стоит радоваться или стоит сожалеть, что человеку уже столько лет. Я не знаю. Не сказал. Заранее говорю, что, например, здесь Хумар должна была сесть, но она смылась отсюда, ушла туда. Поэтому, ну, тогда я все поздравления, которые к ней буду, я к себе тоже буду принимать, потому что мне тоже в этом году 70 лет, я юбилей не буду делать. Юбилей не буду делать, поэтому да. Diğerinin öyle atam istiyor. Yok. Kocalıp, ben de kocalmışım. Ama o kadar yok. Ben 4 aydan sonra 70 yaşım. Yaşlı sözler diyeceksin. 4 aydan sonra olacak. Sen evde onu dersin veren. İyi zaten. Yok, aramızda. Söndür Arzu. Söndür Kapar mikrofonu. Ona göre Kumar tebrik ediyorum. Kesim de. Can sağlığı. Ona göre. Təbrikləri, sənə olan təbrikləri mən özümdən oluşdururam. Amma ilk də sənə verirəm sözü. Насколько ты рада, что твой сегодня юбилей? Давай, говори. Давай, бери onu. Yok, devam ile de dostum devam. Первое, конечно, я благодарю вас всех, что вы сегодня смогли прийти. Смотри, профессионал, микрофон, смотри, как держится. Хотя эти дети знают, что я с каким трудом научилась в этом микрофону говорить. Помните? Ama daha sonra Да. Это Эраунд, да, он всегда что-то должен сказать. Большое тебе спасибо за твой тост. Я благодарна.
Я подготовлю свой тост на твой день рождения. Скажи, что ты не будешь делать. Sen sağ ol be, senden özür Если мы доживем до 33-го года, на 50-летний юбилей нашего общего, эти товарищи будут присутствовать. Иншаллах. Всем желаю нам. Я не поняла, это тост для чего было. Hoş geldiniz Zeyka. Hoş geldiniz. Hoş gelmişsiniz Leyla. Çok sağ olun. Geldiniz. А я во всей может, я потом скажу. Ура! Ура! Hanımlar ve canavar, hepinizi hoş gördük bu güzel mecliste. Değerli Humar Hanım, doğum gününüz mübarek olsun. Allah can sağlığı, uzun ömür versin size. Biz de tebrike gelmişik. İlk mahnı çok sevilen bir mahnıdır. Musikisi Kemal Bey, sözleri Baba Beyziroğlu. Nigar Hanım seslenir. Hoş seyirler. Bu hasreti taşıyorum, sensiz taşıyorum. Ben bir yaşayıram. Bilirsən bəlkə yoxalğaram. Yalnız səni bir naz səndən bir oynayır Наш вечер набирает оборот. Но знаете, что особенно прекрасно в таких вечерах? Когда за одним столом собираются люди разных поколений. Разные истории, но все говорят об одном человеке с одинаковым теплом. И сейчас мы продолжаем эту историю. Приглашаем Асад Мялима и Гюлюстан Ханум, пожалуйста, скажите свое поздравление. İmamlar ifadeli sözleri belirli ki ömür için aramız. Bu fikirler razılaşman dolar, razılaşman dolar. Niye razılaşmak istenmezler? Çünkü hayat bu süre bekliyor.
İller birbirini çok tez əvəz edir. Mən buraya gelmezden evvel Mehmet Dünen'den ömrümüzü kilo eğitimli ezilen geri fırların yeniden bakıran o illere. Bizim uşaqlıq dövrümüz mən, Lale, Əmin qızları, Sevinç, Əlirə, İnci, Aygün, Umar. Biz çok mehriban aile olmuşuz. Olmağında deyildiği gibi çok mehriban münasebetler bizi həmişə birleştirir. Yadıma düşür o uşaqlıq dövrü. Oradan da həqiqətən, ürəkdən birbirimizi çok sevdik. Çünkü bizim valideynlərimiz bu münasibətlərin əsasını koymuştu. Bütün deməli bayramlar, məclislər həmişə birlikdə keçirildi. Özü İsmail əminin evində, Ənət xanımın evində. Ben o illəri xatırlayıram. Yani demək istəyirəm ki, biz o illərin evlatlarıyıq, yetirmələriyik. Bunlar öz mehriban xasiyyətinə, mülayim xasiyyətinə həmişə bizim hamımızın sevimlisi olurdu. İllər ötdü, məktəb illəri gəldi, bax məktəb mahnıda deyildiyi kimi. Məktəb illəri qaldı, musiqi təhsili, Asər Zeynallı dövrü başladı Xumar üçün. Xumar oranı çox uğurla başa vurdu. Və bu sənətə mükəmməl yiyələndi. Ona görə də Xumarın bugün xeyli tələbəsi var. Xumar əsl profesional pedaqogdur. Xumar bu insan belə də kiminin məişəti çox zəngin olur, kiminin isə istedadı. Sən o istedadı zəngin olan hanımlardansan. Bax, təsadüflə ki, sən pedaqog kimi hörmətin o qədər artıq çoxdur ki, tələbələr böyük məmnuniyyətlə gəlib sənin bu jubileyində iştirak edirlər. Mən ailəmiz adına, başqalarımız adına, hamının adına, mənim sənin adına. Tam başka Sen dediğim ben kardeşim. Səni bir daha təbrik edirəm. Dedim ki, bu illər tez gəlib keçdi. İndi 30 ildə tez gəlib keçdi ki, sənin 100 illiyini gəlib bayram edək. Gör özünə nə boyda ömür arzu edirəm. Sən təsəvvür etsən. Başqa içimdən. Xumana sağ ol. Xumar, sən deməli sənin Eşidirəm ben. sənin deməli pedaqog kimi istedadından danışdın. Eyni zamanda sənin gözəl ailən var. Həyat yoldaşı Bəhramla siz çox gözəl ömür sürürsünüz. Aranızda səmimi münasibət. O cür gözəl evlatlar dünyaya gətirmişsiniz, yetirmişsiniz. Cəlil özü böyük istedaddır. Arzu da istedad sahibidir. Onun gözəl rəsmləri elə nəyə desən dəyər. Hayf ki, davam elədi. Mən hər dəfə deyirəm, Arzu, onu atma. O gözəl sənətdir. Sənin bu cür gözəl ailən var. Mən sənə can sağlığı və ailə saadəti arzu edirəm. Ərinlə, övladlarınla, nəvələrinlə, gəlininlə, ürəklərinlə bir yerdə. Sağ ol, mübarək olsun sənə arzu. Bir tane söz diyeceğim. Nasıl? Bir tane söz diyeceğim. Mesela bundan ki biz 6 bacının bir kardeşi vardı. He. Bu yazık bilirdi ki biz küçere gidende kimin dalınca bu?
Kim ünlüleri var? Ama əsər doğrudan bizə böyük qardaşı oldu. Belə, yox, öyrənmədim də, elə öyrənmədim. Çox sağ ol. Həmişə sən, yəni demək istəyim də, 6 bacı buradayıq. Bir dənə də bacımız gəldi, dağmar oldu. Biz de onu... o ailesi. O ailesi. Ha yanlış. Ben demek isterim ki Esad hemşire böyle. Düz dedim yoksa yok. Düz dedim. Sağ ol. Что-то не так. Теперь, пожалуйста, Денис. İndi Əsəd müəllimlə mənim fikirlərimi elə bir ki, bir daha dedik. Bilirsiniz, bugün mənim əzizim, bu da Umar xanımın ən möhtəşəm, ən gözəl bir günüdür. Deyirlər ki, qadın çox böyük qüvvət. Həqiqətən də belə. Qadınlar dünyaya dağılır, alimlər, oğlanlar, müəllimlər və əsl həqiqi insan odur ki, onun əlindən, onun dilindən, onun əməlindən heç bir insan ziyan görməz. Və həqiqətən də hər bir insanın qüvvəsi onun səyi, çalışkanlığının bir nümunəsi. Umar xanım da böyle insanlardandır. O ömrü boyu demək olar ki, özünü tanıdıktan sonra vuruşup çalışmış, okumuş, sənət sahibi olmuşdur və indi də onun yetişdirdiyi bu gözəl tələbələr bugün onun məclisində iştirak edir, onun yolunu demək olar ki, davam edirlər. Və eyni zamanda o güzel bir insandı, güzel bir anadır. Onun iki güzel evladı vardı. Celil ve Arzu. Elbette bu uşaklar, bu evlatlar diyeyim size ki çok zekalı, ağıllı, çok mehriban, mükemmel bir insandılar. Ve ben de Umar Hanım. Size hayatta, hayatın en güzel nimeti olan can sağlığı, uzun ömür ve geleceğinize çoklu uğurlar, naletler arzu edeyim. Спасибо огромное за ваши прекрасные
Вот за это мы его любим музыку. Она не спрашивает, сколько нам лет, откуда мы пришли и что произошло сегодня. Она просто звучит. И сегодня она звучит для Хумар Ханум. Дорогие гости, мы подходим к самой насыщенной части нашей программы. Знаете, у каждого хорошего джазового произведения есть момент, когда музыка словно говорит, а теперь импровизация. И именно сейчас такой момент. И для Хумар Ханум еще один музыкальный подарок. Знаменитая песня «Fly Me to the Moon» поэта и композитора Марта Ховарда в инструментальном исполнении Хусейна Хаквердизаде и вокальном исполнении Хадиджи Газиевой. Fly me to the moon and let me play with the stars. Let me see what spring is like on Jupiter and Mars. In other words, baby, kiss me. Fill my heart with song and let me sing forevermore. You are all I long for when I worship and adore. In other words, please be true. İncemək olmaz. Xumar xanım, mən sizə ilk növbədə həyatın ən gözəl neməti olan can sağlığı arz etmək istəyirəm. Çünki insan sağlam olanda, heç yanı ağrımayanda, ümumiyyətlə heç də yadına düşmür. Əsas odur ki, heç yanınız ağrımasın, daveniniz qalxmasın. Hoşuna, ay sağ ol. Şəkəriniz olmasın. Əsas odur ki, həmişə ki, belə gümrah olasınız və ətrafınızda həmişə sizi sevən insanlar, necə ki, bu axşam belə uzun bir masa, mən düşünürəm ki, uşaqlar həll ediblər o məsələni. Sizə yeni yubileylər keçirməyi arzulayıram, silsilə, öz nəvələrinizlə, balalarınızla, əzizlərinizlə birgə. Və mən bu axşam biraz lirik də olsa, birinci mahnını mən sizə ərmağan etmək istəyirəm. Çünki bizi yetişdirən, bizi dünyaya tanıdan, bizi mükəmməl insan kimi xalqa tanıttıran bizim analarımız olub. Yəni, dünyada keçənlər var, Allah rəhmət eləsin, amma yaşayan bizim Xumar anamız kimi analarımız var. Mən başda öz anam olmaqla, siz olmaqla, bu mahnını burada eləşən bütün analarımıza, xanımlarımıza ərmağan etmək istəyirəm. Yubileyiniz bir daha mübarək olsun, əziz anamız. Gəlin alışdıq bir daha. Həsni buyurun. Sana şirin sözlü anam, kalbim küreşkin solmaz bahar, güler yüzü kara gözlü anam,
bizi idarə edən bu cavan uşaqlar var. Hansılar ki, özlüyündə hamısı maşallah profesional uşaqlardır. Gəlin bir bu musiqiçilərimizi də yaxşıca alqışlayaq, nə olar? Çünki onların da bizim kimi yaxşı alqışa ehtiyacları var. Və səhvkarın şərəfinə mütləq ad günü mahnısı səslənməlidir. Onsuz mən düşünürəm ki, heç bir ad günü olmur. Razısınız mənlə, yoxsa yox? Bəli! İnşallah, lə minor zəhmət olmasın. Sen dünyaya gelen gündür, gelen gündür. Bugün burada toy düğündür, toy düğündür. Senin ah günündür, ah günündür. Hepimizde toy düğündür, toy düğündür. Neyse arzu dile, arzu dile. Aman benim ah günüm olsun mübarek. Neyse arzu dile, arzu dile. Aman benim ah günüm olsun mübarek. Yaşırsan bu cafana, bu cafana. Kurban ol yaradana, yaradana. Yaşırsan bu cafana, bu cafana. Kurban ol yaradana, yaradana. Seninle bektim gülecek, gülecek. Var verme günümüz olsun mübarek. Sizinle bektimiz gülecek, gülecek. Maya maya, dosta işte yüzde dosta ya. Düşürsün sayılır bizim aydın olsun aydın. Yarın senlerinde, yarın güneşler, oynayacağım güneşler. Gerçek alışan ister, günlerin ister ister. Ay canım silah yıkamayayım ne coş. Ay yansışı dar kapımızda. Hanım 100 yaşayasız ve sonunda Спасибо огромное. Çok sağ olun. Bir daha tebrik ederim. Умар Ханым, сейчас мы хотим попросить вас загадать самые красивые желания. Но прежде... Смотрите вокруг. Сегодня здесь люди, которые пришли именно ради вас. И это, пожалуй, уже одно большое исполненное желание.